Salam əziz abituriyentlər. Ballar haqqında sizə məlumat vermək istəyirdim ki, yəni bu sual dəhşət çox gəlir. Ona görə bu balların qalxıb düşməyi ilə bağlı bir qısa video çəkirəm ki, yəni konkret kim soruşsa onlara cavab vermək üçün bu videonu göndərim. Bütün qruplar üzrə balların hansı istiqamətdə hərəkət eləyəcəyini, yəni demək olar ki, demək mümkün deyil. Bunu konkret demək üçün avqustun ilk həftəsində statistika jurnalları çıxmalıdır. Yəni ondan sonra biz və digər adamlar yəni daha konkret biləcəklər ki, ballar aşağı düşəcək yoxsa yuxarı qalxacaq. Məsələn, əvvəlki illərdə bunu demək daha rahat idi. Məsələn, müəyyən faktları, təsir edən faktorları götürürdük. Yəni buna əsasən deyirdik ki, qalxa bilər, düşə bilər. Əvvəldən ehtimal yeritmək mümkün idi. Amma indi hal-hazırda buraxılış imtahanının çətin olması, blok imtahanının bəzi qruplarda çətin olması, bəzilərində bəzi fənlərin asan olması, yəni hələ ikinci blok imtahanının olmaması, onun necə olacağını bilməməyimiz, uşaq sayının bəzi qruplarda nisbətən sabit qalması, bəzilərində artması. Ona görə qruplar üzrə fikir yeritmək yəni çox zəif ehtimaldır da ki, konkret deyəsən ki, burada belə olacaq. Yəni balları soruşmağı çalışın tərcih edin ki, aşağı düşəcək yoxsa yuxarı qalxacaq. Məsələn, biraz 4-cü qrup haqqında daha konkret ehtimal yeritmək olur ki, buraxılışın çətinliyi orada blokun da çətinliyi ilə birləşibdir və abituriyent sayında nisbətən azalma orada olmalıdır. Yəni bu 4-cü qrupda bizə ehtimal verir ki, orada artıq fərz eləyə bilər ki, ballar düşəcək. Amma məsələn, eyni fərziyyəni 2-də yeritmək daha çətindir, 3-də yeritmək çətindir, uşaq sayı fərqli, uşaqların necə nəticə göstərəcəyini bilmək çətindir. Xüsusən də ikinci qrupda ağır qrupdur. Bilmirsən ki, nə qədər uşaq müsabiqə şərtini ödəyəcək. Üçüncü qrupda məsələn deyir ki, 240 bal yığmışam, düşəcəmmi? Keçən il baxırıq ki, məsələn Bakıda ən aşağısı 260 olub da, yəni bilirdik zaten elə olacağını, çünki statistika jurnalı çıxmışdı. Hətta çıxmamışdan da bilirdik, yəni keçid balı necə olacaq. Çünki konkret təsir edən amilləri artıq biz bilirdik əvvəldən. Amma bu il o qədər konkret demək olmur ki, sən 240 bal yığmısan və kəsiləcəksən. Yəni demək istədiyim odur ki, ona görə jurnalları gözləməlisiniz. Birinci qrupda o cümlədən. İzlədiyiniz üçün təşəkkür, bəyənməyi unutmayın.